Salam Hüsniyə xanım, xoş gəlmisiniz. Biz çoxdandır mən istəyirdim ki, sizin etiraf layihəsində görək. Bugün çox şadam ki, bizim qonağımız sizsiz. Hüsniyə xanım, mən sualımı başlamaq istəyirəm sizin lap gənclik illərinizdən. Mən bilirəm ki, siz rəqs üzrə, ilk təhsiliniz rəqs üzrə olubdur. Amma niyəsə sonradan rəqs belə deyək də sizi azqanə eləyib. Ya necəsə, yəni hansısa bir taleyinizdə bir dönəm olub ki, siz biraz yetkin yaşda, misal üçün 17-18 yaşında yox, biraz yetkin yaşda İncəsənət Universitetinin Aktyorluq fakültəsinə daxil olmusunuz. Biraz istəyirəm gənclik illərinizdən başlayaq. İndi də gəncsiniz, amma daha keçmişə qayıdaq. Mən elə bir məktəbdə oxuyanda, orta məktəbdə Lütfi Məmmədbəyev adına xalq teatrına gedirdim. Oradan birinci il İncəsənət Universitetinə sənədlərimi verdim, amma ikinci imtahandan kəsildim. Yadımda deyil hansı imtahandır, amma sənət imtahanı deyil idi, sənətdən keçmişdim. Sonra bildim ki, mən gizlin vermişdim sənədlərimi institutda. Ondan sonra dedim ki, mən heç olmasa bu ixtisas üzrə harasa da olsa, heç olmasa texnikuma qəbul olunum. Texnikuma da getdim, artıq yerlər dolmuşdu, rəqs fakültəsində yer qalmışdı. Mən də sənədlərimi verdim rəqs şöbəsinə və qəbul olundum rəqs kollektivinin rəhbər fakültəsinə. Sonra elə oldu ki, mən rəqs kollektivinin fakültəsini elə bir ki, 2 il yarım oxuyandan sonra İncəsənət Universitetinə təzədən getdim, sənədlərimi verdim. Yəni oranı yarımçıq buraxdım. Getdim, sənədlərimi verdim və qəbul olundum aktyorluq fakültəsinə. O da necə oldu? Qəzetdə çıxdı adım. Heç bilmirdim ki, qəbul olunmuşam. Elə də heç oranın diplomunu da ala bilmədim, texnikumun. Getdim elə aktyorluğa başladım oxumağa. Mən həmişə fikirləşirdim ki, sizi mən kiməsə bənzədirəm. Danışığınız, diksiyanız, ümumiyyətlə manevrləriniz, belə həmişə doğrudan da düşünürdüm bu barədə. Dünən bir balaca sizin haqqınızda araşdırma eləyəndə məlum oldu ki, sizin sənət müəlliminiz Gülşad xanım olub, Gülşad Baxşıyeva. Mən onda tapdım ki, mən sizi Gülşad xanıma oxşatmışam müəyyən mənada. Yəni, necəsə insan öz müəllimindən nələrisə şuuraltı da olsa görünür, götürə bilirmiş. Ümumiyyətlə, biraz istəyirəm müəllimlərinizdən. O vaxtda tədris necə idi? İndikindən çox mu fərqlənirdi? Kimlər olmuşdu sizin Gülşad müəllimdən başqa müəllimləriniz? Nələr öyrəndiniz onlardan? Bəli, mənim sənət müəllimim Gülşad Baxşıyeva olub. Çox gözəl müəllim idi, pedaqoq idi. Sənətin sirlərini bizə öyrədirdi. Amma ondan başqa da Ənvər Vəliyev var idi, səhnə danışığı müəllimimiz. Çox gözəl, o da pedaqoq idi. O vaxt ki, tədris çox güclü idi də, o qədər həvəslə biz dərsə gəlirdik. Bizim dərslərimiz axşam qutarırdı, bitirdi. Yəni, bütün günümüz ancaq sənətlə məşğul idi. Yəni, Gülşad xanımın sevimli tələbəsi idim. O biri tələbələr həmişə məni qısqanırdılar Gülşad xanıma. Hətta mənə balaca Gülşad deyirdilər ki, deyirlər ki, sən eynən onun hərəkətlərini eləyirsən, özün ol. Deyirdim ki, mən özüməm, amma neynim oxşuyuram, mən neynim. Gülşad xanım elə məni teatra gətirdi, Gənclər Teatrına. O vaxt Hüseyn Ağa Takişiyevin teatrı var idi, Gənclər Teatrı və orada birinci dəfə bir ki, 3-cü kursdan getdim ora. Orada bir tamaşa var idi. O tamaşada oynayan bir aktrisa xəstələnmişdi və təcili onlara aktrisa lazım idi. Gülşad xanım mənə deyir ki, gəl gedək mənlə Gənclər Teatrına, ora lazımsan. Nəysə, getdim Gənclər Teatrına, Hüseyn Ağa müəllimin otağına girdim. Dedi ki, bəs o vaxt Vaqif Səmədoğlunun İntihar piyesi oynanılırdı. Orada obraz var idi, Ellada obrazı. Orada canlı oxumaq lazım idi. Mən nəysə, heç məşqsiz, heç nəsiz çıxdım səhnəyə. Sözlərimi bilirdim ki, bircə replika verim aktyorlara.
Hə, nəsə belə oynadım. Elə oynayandan sonra da səhəri gəldim teatra, gördüm ki, Hüseyn ağa mənim təşəkkürnamə yazıb mənə. Yəni qısa müddətdə bu obrazı oynadığıma görə. Gözlənilməz idi, hə? Sizin Bəli, o qədər böyük həyəcan keçirdirdim. Həm də oradakı aktyorlar hamısı say seçmə aktyorları idi. Həm də Gülşad xanım da orada oynayırdı. Onunla tərəf müqabili olmaq birinci dəfə idi də. Yəni çox məsuliyyətli idi, amma çox yaxşı oldu. Yəni uğurlu oldu. Bu belə. Ümumiyyətlə nə bilmirəm, bu nəsə bir tahliyə məsələsidir, nədirsə, yəni çünki düzdür, mən teatrımızın aktyorlarını tanıyıram, bir çoxunun bioqrafiyasına, filmoqrafiyasına bələdəm. Amma müəyyən bir sıralama ilə gələndə artıq neçənci qonağımızdır ki, Hüseyn ağa Atakişiyevin belə deyək də yetirməsi, onun əlindən su içən, onun teatrında puxtələşib çıxan aktyorlarımız olubdu. Valla yəni bu doğrudan da belə özü belə bu formada gəlib və mən dünən sizə hazırlaşanda sizinlə müsahibə yazdım. Baxdım ki, siz də indi özünüz də dediniz və Hüseyn ağa müəllimin tələbəsi olmaq, onun teatrın aktyoru olmaq, oradan gələn aktyorlarla müsahibə edərkən onun haqqında sual verməmək biraz mənim özüm üçün də qəribə gəlir, xoş olmayan bir şeydir. Ona görə də mən istəyirəm biraz Hüseyn ağa müəllimlə danışasınız. Bax, o həmin o həyəcanlı illərdən, sonraki dövrlərdə necə gedir? Doğrudan da mı Hüseyn ağa müəllim, bunu biz bilirik, amma biraz da tamaşaçıya agah eləmək üçün doğrudan da Hüseyn ağa müəllim böyük sənətkar idi. Dünya görüşü çox savadlı rejissor idi da. Yəni bilirdi ki, məsələn mənə deyirdi ki, xarakterная aktrisa, xarakter aktrisasıdır. Elə getdikcə də elə gördüm ki, mən doğrudan da məndə bu rollar, xarakterik rollar daha yaxşı alınır. Yəni ilk dəfə elə o teatra gedəndə mənə baş rol verdi. Mən düzü qorxdum, dedim, mən burada neyniyə bilərəm? Mən çox çəkinirdim də, çox utanırdım. Amma yəni deyirdi ki, şərait yaradırdı. Təzə gələn, institutdan təzə gələn tələbə üçün şərait yaradırdı. Yəni o baxmırdı. Yəni biri neçə ilin aktyorudur, biri xalq artistidir, əməkdar artist. Onun üçün bunlar yox idi. Yəni böyük, kiçik yox idi. Hər kəsənin böyüklə böyük idi, kiçiklə kiçik idi. Yəni hamımızı çox istəyirdi. Bütün aktyorlarını, aktrisalarını çox istəyirdi. Onu heç cürə mən başa sala bilmirəm ki, Hüseyn ağa müəllim, yəni çox, hamımız onu çox sevirdik, hamımız. Mən sizi ilk dəfə, hələ bu teatrda fəaliyyətə mən də başlamamışdan əvvəl, ilk dəfə sizi Səidə Haqverdiyevanın Ərquysu filmində gördüm və sözün düzü həqiqətən də o film mənim özümün çox sevdiyim bir filmdir. Amma sizin orada ifanıza mən valih olmuşdum. Çox belə, biz sizdən əvvəlki qonağımızda da təxminən bu cür bir sual ünvanlamışdıq. Çünki klassik teatr aktrisasısınız və biraz təvazökarlıqdan uzaq olsa da, mən də artıq neçə illərdir ki, teatrda, mediada fəaliyyət göstərirəm, tamaşaları izləyirəm və mənim özümə də qəribə gəlir ki, niyə mən sizi teatrdan yox, kinodan tanıyıram. Bəs sizin özünüzə necə? Klassik teatr aktrisası kimi. Bilirəm ki, başqa filmlərdə də çəkilmişsiniz, rollarınız çoxdur. Tamaşaçının sizi efirdən tanıması sizə necə təsir bağışlayır? Teatrdan az, amma efirdən daha çox. Ümumiyyətlə, aktrisanın məşhurluğu efirdən başlayır. Bir də ki, Səidə Haqverdiyevanın o Ərquysu filmi, oradakı obrazım çox sevimli obraz idi. Səidə xanım məni dəvət eləyəndə mən çox sevindim. Zəng vurdu ki, bəs Hüsniyə xanım, mən sizi yaxşı bir rol verəcəm, obraz sizin xoşunuza gələcək. Və mən onu elə ilk oxunuşdan, oxuyanda, məşqdə hamısı gülürdülər, təbəssüm var idi üzlərində, bütün aktyorlar. Mənə də çox belə, mənim də çox xoşuma gəlirdi belə reaksiyaları. Amma yəni efir lazımdır. Aktyorun, aktrisanın məşhurlaşmağı üçün efir birincidir də, birinci.
Yəni sizə qəribə gəlmir, normal təəssüf. Yox, mən normal qəbul eləyirəm. Çünki mən teatrda neçə illərdir işləyirəm. Teatrda ancaq teatra gələn, indi mən həmişə ki belə böyük rollar, obrazlar oynamıram axı. Məni necə həm də qrimdə oluruq. Amma film elədir ki, serial elədir ki, səni görürlər, yəni tanıyırlar. Adicə bir seriala çəkilirsən, yolda gedəndə səni bir günə tanıyırlar, tanıya bilirlər. Amma teatrda mən gərək ki, bilsinlər ki, Hüsniyyə xanım teatrda işləyir. Hə, elə, yəni teatra gedib gələn adam məni tanıya bilər. Amma efir yaxşıdır da, yəni o barədə. Çox saylı rollarınız var. Mən bilirəm ki, uşaq tamaşalarında da obrazlarınız çoxdur. Elə cari repertuarda da var. Misal üçün, Kod adı VX tamaşasında sizin çox maraqlı bir obrazınız var. Orada ümumiyyətlə aktyorlarımızın böyük əksəriyyəti çıxış eləyirlər. Bəs Hüsniyyə xanım, heç vaxt oynamaram dediyiniz, heç vaxt ifa etmərəm dediyiniz obrazlar olubmu? İndi də varmı? Xeyr, yoxdur. Yəni mən aktrisayam, bütün obrazları oynamalıyam. Bu mənim peşəmdir. Oynamalıyam. Yəni belə bir obrazım olmayıb. Mənim hətta Gənclər Teatrında elə bir obrazlarım var idi ki, məni heç kəs tanımırdı ki, yəni bu obrazı Hüsniyyə oynaya bilər, görürsən. Yəni odur oynayan. Heç kəs məni tanımırdı. Olub elə obrazlarım. Amma yəni Gənc Tamaşaçılar Teatrında uşaq tamaşaları çoxdur. Yəni Kod adı VX, yəni belə tamaşalarda oynamışam. Yəni elə obrazlarım olmayıb oynayayım. Bax, biz bu yaxınlarda bir tamaşanın deməli premyerası olandan sonra mən aktyorların adını çəkməyəcəm, çünki gözləri baxanda biləcəklər. Bir tamaşanın premyerası təhvil verilmişdi, uşaq tamaşası idi və aktyorlar söhbət edirdilər. Mən də təsadüfən söhbətin üzərinə çıxdım. Gördüm, bir aktrisa digər bir aktyora belə bir məsləhət verir ki, bax, sən burada öz improvizələrini eləyə bilərsən, bunu eləyə bilərsən. O isə çəkinirdi, deyirdi ki, yox, səhv ola bilər filan. Həmin o aktrisamız dedi ki, yəni mən bunu qınaq məqsədilə demirəm, amma mənim özümə də maraqlıdır. İndi sualı ora gətirəcəm. O dedi ki, yox, bax sən başa düş, artıq premyera oldu, tamaşa aktyorundur. Aktyor orada öz istəklərini, improvizələrini eləyə bilər. Bu mənada bax, bilmək istəyirəm ki, ümumiyyətlə, tamaşa boyu bugünə qədər sizin olan, hələ də sizin olmağa davam edən rollar varmı? Deməli, improvizədən söz düşmüşkən, bizim Gənclər Teatrında bir tamaşamız var idi. Tamaşada sözlər yazılmamışdı. Hüseyn Ağa Takişiyev bizə dedi ki, çıxın, indi deyirdiniz ki, məsələn, tamaşa vaxtı çıxırsınız, nəsə danışırsınız orada, tamaşaya uyğun olmayan. Çıxın indi, nə istəyirsiniz danışın. Bax, sənin obrazın budur, sənin obrazın budur, sənin obrazın budur. Biz də çıxdıq və bizim sözlərimizdən ibarət tamaşa yazıldı. Yəni, belə bir şey, tamaşa oynadıq. Yəni, improvizə, yəni, elə, bu, deyim ki, Gənc Tamaşaçılar Teatrında mənim belə olub improvizə, mən səni sevirəm tamaşasında, deməli, Asiyanın anasını oynayırdım da. Səkinə xanım mən idim, prokuror, o mənim qızımı oynayırdı. Asiya xanım mənə dedi ki, getdi, gəldi, mənə dedi ki, Hüseyn xanım, mənə şilləni biraz bərk vurun. Mənim də ürəyim gəlmir, bu da balaca qızdı belə, ürəyim gəlmir ona şillə vurmağa. Gedir, gəlir, deyir ki, Hüseyn xanım, şilləni mənə bərk vurun da, mən qoy belə onu yaxşı hiss eləyim. Cənnət xanım da oturub zakulisdə. Deyirəm ki, axırda üçüncü tamaşada mən gəldim, dedim ki, bu yenə mənə bu sözü desə, mən üzrə dözə bilmirəm. Üçüncü tamaşada gəldim, Aysiyaya elə şillə qoydum və dalıca da bir dənə improvizə bir dənə söz dedim ona. Bir də gördüm Cənnət xanımın zakulisdə ürəyi gedib gülməkdən. Çıxandan sonra rejissor assistenti deyir ki, bəs Hüsniyyə, nə yaxşı şillə vurdun. Amma çıxdım səhnədən qırağa zakulisə çıxandan sonra gəlib Asiyanı tutmuşam ki, mən dedim, yəni qızın üzü əyildi, ya nəsə bir şey baş verdi də. Çünki o çox pis vurdum.
Hə, gəldi dedi, yox, bax mən bu şilləni istəyirdim. Dedim, dayı bundan sonra vuraram şilləni. Yəni bax belə. Hüsnə xanım, nəzərə alın ki, o tamaşa dəfələrlə oynanılır və siz hər dəfə Asiya xanım inanmıram ki, o güclə o şilləni vurmuş olasınız. Yox, dedim ki, Asiya, yəni buna dözürsənsə, yox, mən şilləni vura bilərəm sənə. Amma unutmadığınız obrazlar varmı ki, bugün də bax, deyirsiniz ki, premyera olan gündən o obraz mənimdir, bugünə qədər də mənimlə davam eləyir. Elə obrazlarım mənim var idi, 2 obrazım var idi Gənclər Teatrında. Bu gənc tamaşaçılarda yoxdur elə bir obrazım. Deməli, Əbləhlərin toyu, Rəhman Əlizadənin Əbləhlərin toyu tamaşası var idi. Orada mən Qız xanımı oynayırdım. Tamaşa başdan ayağa improvizə idi də, yəni onu elə bil ki, özüm idim də. Hər dəfə onu oynadıqca eyni oynamırdım onu. Yəni hər dəfə başqa-başqa cür çıxırdım səhnəyə, baş rolu idi. Çox gözəl. Bax, o rolu mən unutmuram. Bir dənə də tamaşam var idi. Keçəlin toyu tamaşasında Baharı oynayırdım. Hər dəfə, o gündə olurdu ki, 5 seans o tamaşanı mən oynayırdım. Hər dəfə də ayrı-ayrı və tamaşaçı alqışlayırdı məni. Onda səs-səda yayılmışdı. İnstitutdan tələbələr gəlirdilər ki, falan tamaşa, uşaq tamaşasına gəlirdi, tələbələr baxırdı. Təsəvvür eləyirsiniz. Bax belə, yəni o 2 tamaşanı unutmuram. Biz bilirik ki, aktrisa, ümumiyyətlə aktyorluq sənəti bir çox mənada həm də texnika tələb edir. Yəni biz hər obrazın içərisində ilişib qala bilmərik. Biz deyəndə, yəni aktyorlarımız hər obrazla yatıb durmaq olmaz. Yəni rol, tamaşa bitdi və yaxud da film bitdi, artıq rol də orada qalmalıdır. Amma mənim yadıma gəlir, mən bir dəfə Somerset Maughem'in teatr romanını oxumuşdum və orada oğlan, qəhrəman gəlir aktrisa anasına deyir ki, görəsən mən səni neçə dəfə məcazi mənada soyundursam, sənin bu obrazların içərisindən sənin özün, mənim anam çıxar. Təxminən bax belə bir. Bax bu mənada bilmək istəyirəm ki, obrazlar üzərinizə çoxmu geyinmisiniz üst-üstə, yoxsa Hüsniyə Əhmədovasınız? Mənim Cəfər Namiq Kamalı Əhməd Orucoğlunun birgə layihəsi var idi. Biz orada kvartet, deməli, biz orada bizdə konsert proqramı idi da. Mən monoloqlar deyirdim və elə bil ki, bir konsertdə 5-6 obraz var idi. Və hamısı da bir-birindən fərqli. Hətta bir dəfə bizim rejissorumuz Bəhram Osmanov gəldi mənim tamaşama, həmin konsertdə. Gördüm ki, birinci sırada oturub belə baxır. Uşaqlar deyirlər ki, Hüsniyə, Bəhram Osmanov zaldan sənə baxır, belə qəribə baxır. Sonra gəldim səhəri teatra, belə eləyir. Bəhram müəllim mənə çağırdı. Dedi, ay Hüsniyə, sən bax orada gördüm, sən orada tamam başqasan, amma teatrda elə deyirsən də. Dedim, teatrda mənə rol vermirsiniz, mən oynayım. Orada veriblər, mən də oynamışam, işlədim, oynadım. Yəni teatrda da versələr məmnuniyyətlə oynayaram. Yəni, belə deyək ki, rolların üzərinizə yapışmasına imkan vermişsiniz, yoxsa yox, əksinə? Rolları elə oynamışam, o teatrda qalıb və teatrdan oyana artıq Hüsniyəyə. Hüsniyə xanım, aktrisalıq ümumiyyətlə çətin sənətdir. Xüsusən də şərq ölkələrində, mühafizəkar cəmiyyətlərdə aktrisa olmaq insandan 2 qat məsuliyyət. Misal üçün, biri var müəllim olasan, həkim olasan, bir də var aktrisa olasan. Yəni bunun indi özümüz də görürük çətinliklərini, axşamı var, tamaşadan çıxması var, məşqlər bəzən olur ki, bizim aktyorlarımız axşam saat 10-11-ə qədər məşqlərdə olurlar. Və mən biraz şəxsi sual olacaq, amma bu elə bir verilişdir ki, burada hər şeydən danışmaq olar. Verilişimizin adı etirafdır. Mən bilirəm ki, siz ailə qurmamısınız heç vaxt. Subaysınız hazırda da. Niyə ailə qurmadınız? Mənim üçün çox problemlər oldu. Yəni mən ailə qurmadım. Yəni kim mən
elçi düşürdü. Birinci deyirdi ki, sənətdən çıxacaqsan. Birinci söz bu olurdu. Mən də orta məktəbi elə qutaran kimi, mən bəs bayaq dedim, Mədəni Maarif Texnikumuna girdim. Mən Mədəni Maarif Texnikumuna niyə girdim? Mən bildim ki, bu bir ildə məni ya güclə ərə verəcək, ailə qurmalıyam. Yəni, bir yerdə ilişim qalımda. Deyim ki, bəhanəm olsun, mən oxuyuram. Bax, yəni həmişə kim də mənə elçi çıxırdı, deyirdi ki, hətta aktyorlardan olub, aktyorlardan deyirdilər ki, çıx teatrdan evlənək. Birbaşa mənə belə sözlər deyirdilər. Deyirdim, mən neynirəm ki, yəni teatrda nə var ki, nə belə qərəzli bir işdir ki, bura bizim sənətimizdir də, biz sənətimizlə məşğul olub, çıxanda başqa adamlarıq da, yəni özümüzü. Mən onu qəbul eləmirdim. Nə bilim, bax, belə oldu ki, mən də ailə həyatı qurmadım. Həm də biraz özüm də istəmirdim. Nəsə elə bilirdim. Mən biraz azad adamam da. Əslində belə sakit görünməyimə baxmayın. Mən çox azadam. Yəni ki, kimsə mənə nəsə belə nəsə desə, mənə heç kəs yəni mənim öz yolum var. Heç kəs məni necə demək, yəni deyə bilmirəm də onu. Öz fikrinizdən döndərə bilmirlər. Döndərə bilmirlər, hə. Ona görə mənə biraz çətin oldu ailə qurmaq. Amma sən demə, çətin şey deyilmiş. Gərək onu vaxtında qurmalıydım. Yəni, indi çox peşmanam buna görə. Mən elə əslində bunun ardınca o sualı vermək istəyirdim. Bir dəfə bizim xalq artistlərimizdən biri müsahibəsi var, adını çəkməyim. Xalq artistlərimizdən biri ilə müsahibə eləyəndə o da təxminən mənə eyni fikirləri demişdi ki, Türkiyədə mən qastrola gedəndə orada mənə ailə qurmaq təklifi olundu, çox yaxşı imkanlı bir şəxs filan. Amma mən fikirləşdim ki, mən qayıtmalıyam Bakıda, mənim tamaşam var, mən filan tarixdə səhnəyə çıxmalıyam. Və mən ona sonunda belə bir sual verdim ki, peşmansınızmı? Xalq artisti bizim hamımızın çox yaxşı tanıdığımız məşhur bir sənətkar kövrəldi, ağladı, dedi bilmirəm. Amma indi siz deyirsiniz ki, peşmansınız. Qanundur da, ailə qurulmalıdır. Sadəcə mən çox, atam elə ona görə məndən düz gəlmirdi. Deyirdi, axır ki, birinə get də, birinə get. Deyirdim, nəsə elə bilirdim ki, mən başqa cür başa düşürdüm. Mən bizim ailədə atamız çox belə, yəni mən incəsənətə deyirəm, gizlin sənəd vermişdim. Yəni çox belə möhkəm adam idi. Ona görə elə bilirdim ki, yəni mən getdim, mənə də belə sıxılacaq. Amma bilmirdim ki, yəni bəlkə də dünyada ən belə möhkəm kişi mənim atam olub da, yəni. Belə ona görə mən qorxurdum, düzü bir qorxu var idi məndə. Ona görə də ailə qurmadım. Təəssüf. Hüsnə xanım, siz həm də bu dönəmlər çox ağır bir vəziyyətlərdən keçdiniz. Mətbuatda da yayılmışdı, sizin evinizdə yanğın baş vermişdi. Hazırda da elə o təlaşın içərisində, o gəl-getdə, çox sağ olun ki, siz bu vəziyyətdə bizə vaxt ayırdınız, gəldiniz. Və indi səhv etmirəmsə artıq yavaş-yavaş hər şey qaydasına düşür, eviniz də bərpa olur. İnsan həyatında müəyyən çətinliklər də olmalıdır. Bunsuz mümkün deyil bir xətt üzərində getmək. Hər şeyə rəğmən nikbinsinizmi? Mən nikbin olmağa məcburam. Mən olanların hamısını, yəni bu olmalıymış kimi qəbul eləyirəm. Həm də mən anamla yaşayıram da, o da yaşlıdır. Mən məcburam, yəni vəziyyətdən çıxım. Həmin günü də mən adətən özümü çox tez itirə bilən adamam. Həmin günü amma özümü itirmədim. Birinci onu elə fikirləşdim ki, axşam idi da, gecə saat 3 idi, 4-də işləyirdi. Və mən gördüm ki, ev yanır. Tez birinci anamı götürdüm, çıxdıq çölə və qonşuların qapısını döydüm ki, hamısı dursunlar da, yəni çox pis idi vəziyyət. Və ondan sonra mən birinci bu yanğını söndürməyə zəng elədim və hamımız düşdük aşağı. Yəni o bir stres aldım, yəni böyük bir stres aldım. Amma şükür olsun ki,
Yəni çalışıram. Çünki hər gün ömürdən gedir də. Mən bu gün oturum, fikirləşim, ev yandı, yandı. Əsas odur ki, ölüm itim olmadı. Salamatçılıqdır. Hər şeydə yerini tutur. Sağ olsun mənim dostlarım, mənim qohumlarım, mənim qonşularım, mənim tanıdığım insanlar. Mən onda bildim, olur da həyatdır. Yəni onda bildim ki, mənim ətrafımda nə qədər gözəl insanlar var imiş. Mən bunu bəlkə də hiss eləmirdim. Yəni çox gözəl dostlarım var imiş mənim, qohumlarım, yəni çox yaxınlarım, bacı, qardaşım, yəni hamısı dəstək oldular mənə və indi hər şey də bitib, hər şey də yaxşıdır. İndi evimizə təzədən köçəcəyik. İnşallah. Çox sağ olun Hüsniyyə xanım. Heç vaxt sizi Tanrı nə qohumlarsız, nə dostlarsız, nə teatrsız eləməsin. Həmişə səhnədə olun, həmişə deyin, gülün, xoşbəxt olun. Biz sizə təşəkkür edirik. Bizim efirimizin adı ilə bağlı sonda bilirsiniz ki, bir xırda nüans var ki, siz kamera ilə təkbətək qalacaqsınız. Mən indi durub gedəcəm. Siz bir etirafınızı eləməlisiniz. Şəxsi həyatla bağlı da ola bilər, sənətlə də bağlı ola bilər və yaxud da kameraya üzünüzü tutub mən heç bir etiraf etmirəm də deyə bilərsiniz. Bu, bayaq dediyiniz kimi azad insansınız. Sizin öz seçiminizdir. Çox sağ olun, təşəkkür edirik. Siz sağ olun. Bir etiraf edim ki, teatr asan yol deyil. Nə pul verir, nə də rahatlıq verir. Amma özümü diri hesab elədiyim yeganə məkandır. Dedilər, vaz keç bu sənətdən, mən qalmağı üstün tutdum. Və çoxlu qurbanlar verdim. Bu da bugünkü etirafım.